Hamınız çok değerlisiniz, böyük değer sahibisiniz. Benim için de, elə bu vətən üçün də xidmətləriniz danılmazdır. Ramal bəyin artıq hədiyəsi də, ümumiyyətlə bütün qazilərimizin hədiyəsi var. Ramal bəy, siz zəhmət olmasa təqdim edin onun anamıza. Alqışlar gəlsin zəhmət olmasa. Cem Arkadaşlarından başlayacaq. Buyurun. Fatma Hanım, sizi səmimi qəlbən, ürəkdən təbrik edirəm. Allah bütün şəhidlərimizin məqamını yüksək, ruhunu şad eyləsin. Bu toy bir şəhidin qardaşının toyudur. Bu toy qazilərin qardaşının toyudur. Bu toy çox möhtəşəm bir toydur. Həqiqətən bizim bir üzümüz ağlayır, bir üzümüz gülür. Burada sevinç var, burada kədər var. Allah Taala Fatma ana sənə nənə olmağı nəsib eyləsin. Allah Taala bir igid övlad versin. İnşallah o övladımız da bizim Şür kardeşimizin adını daşısın. Ben hayatım boyu şehitlerimiz barəsində ne arzu etmişəmsə şükür Allah'a hamısı hayata keçir. Bu günlerde bir şehidimizin kardeşi ağır bir vəziyyətdədir. Allah'tan ona şəfa dilerim. Allah ona şəfa versin, inşallah tezliklə öz sağlamlığına qovuşsun. O da bizim şəhidimizin əmanətidir, bizim dəyərlimizdir. Bütün şəhid anaları, şəhid ataları, şəhid bacıları və qardaşları bizim üçün çox dəyərlidir. İnanın Allaha heç vaxt istəmərəm ki, onların dırnağına belə bir daş deyilsin. Siz bizim öz ailəmizsiniz, biz sizin övladlarıyıq. Mən də bir kəs salamlayıram dəyərli bizim toyda iştirak edən dəyərli qonaqlarımız, şəhid ailə üzvlərimiz, qazilərimiz, veteranlarımız. Hər bir kəs salamlayıram dəyərli həmkarımın da dediyi kimi ürək sözlərimiz çoxdur, deyiləcək sözlər çoxdur. Bir ali təhsilli zabit kimi mən bu günləri Azərbaycan Respublikasının Əziz bütövlüyü uğrunda canından keçən şəhidlərimiz haqqında səhərə kimi danışarım, yorulmarım. Bizler bu işle yorulmarız çünkü bu insanlar özlerine